Salam əziz və dəyərli ibtidai sinif müəllimləri. Bugün mən sizlərlə MHM-in ibtidai sinif müəllimləri üçün buraxdığı riyaziyyatdan məsələlər kitabından ilk mövzunun izahını paylaşacağam. İlk mövzumuz elə ədədlərin yazılışı və oxunuşu mərtəbə sinifidir. Çalışacağam eyni olan suallardan bir neçəsini verim. Daha çox fərqli suallara diqqət yetirək. Baxaq elə birinci sualımızdan başlayaq. Bizdə deyir ki, 900 milyard 52 milyon 17. 9 milyard deyirsə, biz bilirik ki, milyardda 9 dənə sıfır var. 900 milyard deyirsə, elə 900-ü yazarıq. Bir dəqiqə 900. Deməli, 900 deyirsə, baxaq. Deməli, sonra 52 milyon, 52-ni yazarıq. Milyon 17. 17 deyirsə, milyonda bilirik ki, 6 dənə rəqəm var da, yəni sonda 6 sıfır var. Sonu 17 ilə isə, deməli, burada arada 4 dənə sıfır olacaq. Sonu 17 ilə bitəcək. Baxaq, belə bir cavabımız B variantında. 12 milyard 12 necə yazılır? 12 milyard deyirsə 12. Arada 9 dənə sıfırdır və bunun ikisi 12 ilə, sonu 12 ilə bitirsə, deməli ortada 7 dənə sıfır olacaq. 1, 2, 3. Baxaq, belə bir cavabımız hansı variantdadır? Belə bir cavab B variantındadır. Digər suallar da hamısı bir-birlərinə oxşayırlar. Baxaq, görək fərqli. Çünki ya hərflə verilib rəqəmlə yazılışını soruşur və yaxud da ki, rəqəmlə verilib hərflə necə deyilir, yəni sözlə necə deyilir, bizdən onu soruşur. Fərqli birinə baxaq. Baxaq, 10-cu sualda deyir ki, 72 milyard 52 milyon. 72 milyard deyirsə artıq. 52 milyon, 52 milyon. Milyon sonunda 6 dənə sıfır olduğuna görə 52 milyon 129. Deməli, 129 deyirsə, bunun 2 dənə sıfırı 52 milyon 129. 52 milyon 129 və %65 deyirsə, sonu 65 ilə bitməlidir. Baxaq, görək belə bir ədədimiz varmı? Yazılış hansı variantdadır? Baxaq. Mən burada cavabı tam seçə bilmirəm. Cavab C variantıdır. Sonra baxaq. Bu səhifədə demək olar ki, bütün suallar bir-birlərinə oxşayırlar, eyni tipdilər. Baxaq biraz fərqli olanlarımıza. Deməli, bizdən nə soruşur? Baxaq, fərqli olan, məsələn, 16-17 fərqli tipdir. Baxaq, deməli, birini götürək, fərq etmir. Deməli, 2 milyon 222 min 222 üstə gəlsin 8. Deməli, biz bu şəkildə toplayırıq və bizə neçə minlik var deyir. 1, 1, 1, 1, 1, 1 və baxaq. Biz burada neysə unutduqmu? Deməli, neçə minlik var deyir. Təklik, onluq, yüzlük, minlik, düzdür. Minlik deyirsə, mində neçə dənə sıfırımız var? Mində bizim 3 dənə sıfırımız var. Biz bu 3 dənə sıfırı üstündən xətt çəkirik və yerdə neçə dənə qalır? Deməli, cavabımız olar Y variantı. Neçə minliyimiz oldu? 11.111. Cavabımız o Y variantı oldu. Deməli, sonra
Baxaq 18 də fərqli bir tipdədir və deyir ki, bu aralığı verib bizə A ədədi neçə rəqəmli ədəd ola bilər? A ədədi neçə rəqəmli ədəd ola bilər? Bu hansı aralıqda yerləşib? Baxaq. 10 milyon 974 min 527 ilə baxım 78 milyon 987 min 634. Və bu aralıqda yerləşdiyinə görə neçə rəqəmli ola bilər deyirsə, yəni eyni rəqəmdə olacaq. Sadəcə, məsələn, sonu 7 ilə bitibsə, bunun sonu 8 ilə bitər. Yəni, böyük olması üçün və buradan da kiçik olması üçün bu ədəddən bir vahid kiçik, yəni sonu 3 ilə bitər. Yenə də eyni olacaq. Yəni, 7 rəqəmli ədədimiz olacaq. Cavabımız olar 18-də. Neçə rəqəmlidir ki, 4, daha doğrusu, üzr istəyirəm, B yox, olacaq C variantı 8 rəqəmli. Sonra 9-cu sualımıza baxaq. Bu da fərqli bir sualdır. Buranın üstünü niyə yazmışam? Niyə yazılıb? Deməli, deyir ki, bütün rəqəmlər ədəddir. Bəli, bütün rəqəmlər, neçə rəqəmimiz var? 10 dənə rəqəmimiz var. 0-dan 9-a qədər 10 dənə rəqəmimiz var. Rəqəmlər həm də ədəddir. Bəli, bu doğrudur. Bütün ədədlər rəqəm deyil. Bəli, bütün ədədlər rəqəm deyil. Dediyimiz kimi 10 dənə rəqəmimiz var sadəcə 0-dan 9-a qədər. Onlardan yarananlar ədədlər sayılır. Bu da doğrudur. Ən böyük cüt rəqəm 9-dur, səhvdir. 9 rəqəm var, səhvdir, 10-dur. Bütün rəqəmlərin hasili natural ədəd deyil. Bütün tək rəqəmlərin hasili 0-dır, bu səhvdir. Bütün rəqəmlərin hasili natural ədəd deyil, düzdür. Bütün rəqəmlər deyirsə, 0-dan 9-a qədər yazırıq və içərisində 0 var. Və bu ədədlərin hamısını bir-birinə vuranda və yenə sonda 0-a vursaq, 0 eləyir və 0 da bildiyimiz kimi natural ədəd deyil. Deməli, burada da yenə rəqəmlərin yazılışıdır. 21 biraz fərqlidir. Deyir, rəqəmlərin müxtəlif ən böyük 5 rəqəmli cüt ədədin yüzlük mərtəbəsi mərtəbə vahidlərinin sayı neçədir? Deyir, rəqəmləri müxtəlif ən böyük 5 rəqəmli cüt ədəd. Ən böyük 5 rəqəmli deyək ki, baxaq. 9, 8, 7, 6 və biz bura 5 yox, bizdən çünki cütdir və son 4 ilə bitəcək. Ona görə deyir 98.764 və bizdən nə soruşurdu? Yüzlük mərtəbəsi mərtəbə vahidlərinin sayı. Təklik, onluq, yüzlük. Deməli, mərtəbə vahidlərinin sayı neçə olacaq? Əlbəttə ki, 7. Sonra baxaq, fərqli bir sualımız varmı ki? Deyir ki, bu ədəddə 5 rəqəminin mərtəbə vahidlərinin cəmini soruşur, deyir. Deməli, 5 bir burada, bir buradadır. Bu mərtəbə vahidi 50-dir. Digər mərtəbə vahidi isə 50 mindir. 50 mində üstünə, baxaq, 50 gəlsək, bircə dəqiqə, mərtəbə vahidlərinin cəmi. Mərtəbə vahid deyirsə, deməli, bu onluqlardadır. Onluq, yüzlük, minlik, 10 minlik və buradakı 5 isə 10 minliklərdədir. 1000-lə də 10 mini toplasaq eləyər 10.010. Daha doğrusu burada nə dedim mən? 1000-lə, yəni burada onluqlar mərtəbəsi, minliklər mərtəbəsi vahidlərini toplayanda eləyər 10.010. Sonra deməli, baxaq görək. 25-ci sualımızda deyir ki, ədədin 10 milyonluqlar mərtəbəsində. 10 milyonluqlar mərtəbəsində deyirsə, deməli, təklik, onluq, yüzlük, minlik, 10 minlik və bizdən nə deyirdi? 10 milyonluqlar, 10 minlik, 100 minlik, milyon, 10 milyon. Bizdən nə? 10 milyonluqlar. Deməli, təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyon, 10 milyon.
10 milyonda dayanan 8-dir və duran rəqəmin yarısı, 8-in yarısı 4-dür. 4-ün 9 misli eləyəcək 36. Ən kiçik 2 rəqəmli ədəddən, ən kiçik 2 rəqəmli ədəddə 10-dur. Neçə vahid böyükdür deyirsə eləyər 26. Cavabımız eləyər B variantı. Deməli, sonra baxaq, təklərə baxırıq da çalışaq. Deməli, 2 rəqəmli ədədin üzərinə A ədədi gəldilər. 2 rəqəmli ədədimiz deyirsə, məsələn, deyək ki, bunu biraz incəldək. Qoy sarı ilə yazaq. Daha bizə gözə çarpan olsun. Deməli, 2 rəqəmli ədədimiz A və B-dir. Üzərinə A ədədi gəldi. Düzdür. A ədədini gəldik və bizə deyir ki, 2 rəqəmli onluqlar mərtəbəsində duran rəqəm 3 vahid artdı. Yəni, bura 3 vahid artdısa, təklər mərtəbəsində duran rəqəmin isə 7 vahid azaldı. 3 vahid artdısa, deməli oldu 30. 7 vahid azaldı, yəni çıxdıq 7 eləyəcək necə? 23. Cavabımız eləyər C variantı. Sonra yenə rəqəbinin mərtəbə qiyməti deyir ki, 29-da ədədində hansı rəqəbin mərtəbə qiyməti daha böyükdür? Hansı rəqəminin mərtəbə qiyməti? 29-da baxarıq ən kiçik burada 3-dür, amma mərtəbə qiyməti hamısından böyükdür. Düzdür, cavabımız da olar A variantı. Sonra baxaq digər səhifəyə. Deməli, bizdən nə soruşur? 31-ci ədədin miniklər sinfinin rəqəmləri cəmi ilə milyardlıqlar sinfinin rəqəmlərinin hasilinin cəmini tapın. O. Deməli, baxaq. Siniflərə böləndə biz bilirik ki, 3-3 bölürük də. Düzdür, 3-3 bölsək. Deməli, təkliklərdir, minliklərdir, milyonluqlar. Daha doğrusu, bizə deyir ədədin minliklər sinifinin rəqəmləri cəmi. Minliklər sinifində rəqəmlərin cəmi bura neçə eləyəcək? 16. Sonra deyir ki, milyardlıqlar sinifinin rəqəmləri. Deməli, milyardlıqlar sinifinin rəqəmlərin hansıdır? Baxaq, milyardlıqlar deyirsə, biz bunu tapdıq. Elədi 16. Milyardlıqlar sinifinin rəqəmləri hansıdır? Deməli, rəqəmləri hasilini baxaq görək. 9, 7, 3 milyardlıqlarda. Bu milyonluqdur, bura milyardlıq. Deməli, burada nədir? 9-u 7-yə vuranda eləyər 63. Aha. Və bizdən nəyi soruşur? Və bunların cəmini soruşur. 16-nın da üstünə gələr necə? 63. Cavabımız eləyər 79. D variantı. Sonra, baxın, 32-dir, 33-dür, eyni tip suallardır. 33-ə baxaq, bizdə deyir ki, 0 rəqəminin mərtəbə qiyməti. Aha, bunun mərtəbə qiyməti 9 rəqəminin mərtəbə vahidi. Deməli, bu nədir? 0 rəqəminin mərtəbə yüzlüklərdədir, düzdür. Deməli, 0 rəqəmi, daha doğrusu, baxaq bir dəqiqə. Deməli, bizə deyir ki, rəqəmin mərtəbə qiyməti 0 rəqəminin mərtəbə qiyməti. Aha. Sonra 9 rəqəminin mərtəbə vahidi. Mərtəbə vahidi. Üstünə gəlsək. Deməli, onluqlar mərtəbəsinin mərtəbə vahidlərinin sayı. Onluqlarımız 8-dir. Deməli, sonra onluqlarımız 8-dir. Sayı və ədəddə olan 100 minliklərin sayıları cəmi. 100 minlik nə qədərdir? Təklik, onluq, yüzlük, 10 minlik, 100 minlik, 45-100 minlik var.
Deməli, belə başlayaq. Yazaq 45, üstə gəlsin 8, üstə gəlsin neçə? Bizdə 9 rəqəminin mərtəbə vahidi. 9 rəqəminin mərtəbə vahidi 1000-dir də, düzdür? Minliklərdədir. Üstə gəlsin 1000. Bu da neçə eləyər? Deməli, baxsaq 45, düzdür? 45-in üstə 8 gələndə eləyər 53. 53 1000, 53 və bizdən də nəyi soruşur? Rəqəmlərin cəmi soruşur. Bizdə bu rəqəmlərin cəmini soruşsa, eləyəcək neçə? 5, 3, 8, bir də o 9. Cavabımız eləyər 9, D variantı. Sonra deməli, rəqəmlərin müxtəlif olan ən böyük ədədin yüzlük mərtəbəsinin vahidlərinin sayını tapın. Rəqəmlərin müxtəlif ən böyük ədəd deyəndə, ümumiyyətlə bütün rəqəmlərdən istifadə edək. 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, sonunda da 0, çünki 0 da rəqəmdir. Ən böyük ədədin yüzlük mərtəbəsinin vahidləri. Bu deyilər təklik, onluq, yüzlük. Və sayı neçədir? Cavab eləyər 2A variantı. Deməli, yüzlüklər mərtəbəsində 36 da digər suallar kimi idi, 33 kimi idi demək olar ki. 37 də yüzlüklər mərtəbəsinin neçə vahidi var? Təklik, onluq və yüzlük. Neçədir? 3-dür. Cavabımız eləyər D variantı. Sonra baxaq. 39 ədəd minliklər sayı ilə yüzlüklər mərtəbəsində duran rəqəbin. Deməli, bizdə nə soruşur? Bizə deyir ki, ədədində minliklərin sayı ilə minliklərin sayı nə qədərdir? 8. Və deyir ki, yüzlük mərtəbəsində duran rəqəmi, yüzlük mərtəbəsində duran minliklərin sayı ilə yüzlük mərtəbəsində duran rəqəmin mərtəbə qiyməti. Yüzlük. Deməli, baxaq görək bizdən nə soruşur. Min ədədin deyir ki, ədədində minliklərin sayı ilə nə qədər minlik var? Baxaq. Təklik, onluq, yüzlük, minlik. Nə qədər minlik var? 478, düzdür. Sonra deyir ki, yüzlük mərtəbəsində duran rəqəmin mərtəbə qiyməti. Mərtəbə qiyməti arasında, mərtəbə qiymətinin yüzlükdə dayanan neçədir? 5. Mərtəbə qiyməti nə qədərdir? 500. Onda nə edərik? Arasındakı bizdən nəyi soruşurdu? Fərqi. 500-dən çıxarıq 478-i, cavabımız eləyər A variantı. Sonra baxaq 41-ə, ədədində deyir onluqların sayı təkliklərinin sayından bu qədər kiçik. Baxın. 41 demək olar ki, 41, 42, 43, 44. 3-ü də eyni, 4 də eyni tip sualdır. Və biraz da, çox yox, biraz qəliz sualdır. 2 yolla həll edəcəyik. Yəni 2 dəfə həll etməyə çalışacağıq. Seçək bir dənə 43-ə baxaq elə. Və deyir ki, bizə ədədin onluqların sayı ilə təkliklərin sayı bu qədərdir. Deməli, biz baxaq. Ədədimizi bizə verib burada. Sonu x, y ilə bitir. Deməli, onluqlarımızın sayını taparıq biz. Onluqların sayı. Onluqların sayı neçə olacaq? Eləyəcək
578 üstə gəlsin A. Sonra bu bizim olsun. Onluqların sayı. Sonra yüzlüklərimizin sayına baxaq. Yüzlüklərimizin sayı necə olacaq? Yüzlüklərimizin sayı da deməli bizim ədədimizdə hansına baxırdım? Aha. Olacaq 5, 78 və 2 dənə 0. Üstə gəlsin 10A, üstə gəlsin B. Üstə gəlsin B. Aha. Bu şəkildə yazdıq. Və sonra bizdən soruşur ki, deyir ki, təkliklərin sayından bu qədər vahid az, yüzlüklərin sayından isə 5205 vahid çox olursa x plus y cəmini soruşur. Deməli, biz burada nə edəcəyik? Yüzlüklərimizin sayı nə qədərdir? Yüzlüklərimizin də sayı 578-dir. Deməli, biz burada nə edə bilərik? Özümüzə bir yer açaq. Deməli, biz burada nə edərik o zaman? Yazarıq 5780 üstə gəlsin A bərabərdir 57800 üstə gəlsin 10-a üstə gəlsin B. Aha, biz bunu bu şəkildə yazdıq. Deməli, A-larımızı bir tərəfə, A, B-lərimizi bir tərəfə, ədədlərimizi bir tərəfə yazsaq, eləyər 9A üstə gəlsin B bərabərdir. Deməli, biz burada bizə deyir ki, təkliklərin sayı bu qədər azdır. Yəni, bir dəqiqə bunu bir tərəfdən hələ yazmamış və bizə deyir ki, baxın, 52053 vahid azdır. Biz buradan bir dənə təkliklər çıxma qoysaq, baxaq, belə bir çıx qoysaq, yazarıq 52053. Düzdür? Aha, bu şəkildə yazsaq, onda A-ları, B-ləri bir tərəfə toplasaq, eləyər 9A üstə gəlsin B bərabərdir. Deməli, bir tərəfə toplasaq hamısını eləyəcək. Çıxsaq 57800-dən 52053-ü çıxsaq və sonra 5780-dən də bunu çıxsaq. Bir dəqiqə eləyəcək. Eləyəcək 5780-dən çıxarıq neçə? 5747. Çünki 57.800-dən 52.053 çıxanda eləyir 5747. 5747. Deməli, onda da bizim 9A üstə gəlsin B bərabərdir. Neçə eləyər? Baxaq, 33. Çıxsaq 33 eləyir. Aha. Deməli, biz burada bu şəkildə bunu tapdıq. 9A üstə gəlsin B bərabərdir 33. Sonra gəlib təkliklərə baxırıq. Deməli, buradan başqa bir qələmlə yazaq. Daha gözə çarpan olsun. Deməli, bunu dəyişmədi. Aha, deməli, sonra biz burada yazmışdıq. 57800 onluqları və təklikləri burada qeyd eləmişdik. İndi isə baxaq, deyək ki, 5000, buradan bir rahat yerdən yazaq, 5780 üstə gəlsin A bərabərdir. Deməli, burada yazmışdıq, haradaydı, 57000, daha doğrusu yüzlüklər mərtəbəsini demişdik, axı neçə idi? 578. 578-in də üzərinə gələrik. 5205. Çünki bizə də burada
özü deyir ki, yüzlüklərin sayından 5200 vahid çox olarsa. Yüzlüklərin sayından. Yüzlüklərimizin sayı 578 idi və üzərinə gələrik onda dediyim kimi 5205-i. 5205-i. Aha, deməli, burada da yenə toplasaq eləyəcək 5000, deməli, A bərabərdir. Biraz tündür, deməli. A bərabərdir. Eləyəcək onda 5783-dən də çıxarıq 5780. 5780-i eləyər 3. Deməli, A-mız da verdi bizə 3-ü. Deməli, gətirib burada A-nın yerinə 3-ü qoysaq, baxın, burada A-nın yerinə 3-ü qoysaq, o zaman B-mizi necə taparıq? 27, 33-dən 27 çıxanda B-miz eləyər 6. A-mız 3, B-miz 6. Bizdən də bunların cəmini soruşurdu. Daha doğrusu x, y ilə verdi. Mən digər suallarda A, B ilə olduğuna görə A, B ilə yazmışam. Siz x, y düşünün. Deməli, A-mız 3, B-miz 6 və bizə bunların cəmini soruşur. Cəmi də eləyər 3 üstə gəlsin 6 bərabərdir 9. Deməli, bu neçənci sualımız idi? 43-cü sualımız. Yəni 44-də demək olar ki, bu 4 dənəsi, baxın, buradan demək olar ki, 40-dan, daha doğrusu 40-dan 44-ə qədər eyni tip sualdır və bizə 45-də deyir ki, ədədində neçə onluq var? Onluqlarda neçə dənə 0 var? 1 dənə və sonuncu bir həm üstündən xət çəkərik, yerdə nə qalır? Cavabımız eləyər B variantı, neçə onluq var deyirsə. Sonra gəldik 47-ci sualımıza. 46 da digər suallar kimi idi. 47-də deyir neçə milyonluq var? Deməli, baxaq. Biraz incəldək qələmimizi. Deyək, neçə milyonluq var? Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyon. Deməli, cavabımız eləyər 47-də C variantı. Sonra 49-a baxaq. Deyir, ədədin minliklər sayı ilə minlik mərtəbəsinin vahidlərin sayının fərqini tapın. Minliklərin sayı neçədir? Baxaq, 8 və minlik mərtəbəsinin vahidləri. Minliklərin sayı ilə minlik mərtəbəsinin vahidi. Deməli, biz bilirik ki, bura təkliklər vardır, bu tərəf isə minliklərdir. Minliklər olacaq 78, deməli, minliyimizi də tapmışdıq. Minliyin sayı, minliyin mərtəbəsi 78-dir. Minlik sayı isə 8-dir. Çıxanda eləyər cavab 70. Varmı? A variantı. Sonra deməli, bizdən soruşur ki, 4 rəqəminin mərtəbə vahidi neçədir? 51-ci sualda. Mərtəbə vahidi deyirsə, deməli, hansı mərtəbədə dayanıb? Onluqlar. Cavab eləyər 10. Sonra deməli, rəqəbinin mərtəbə qiyməti neçədir? Mərtəbə qiyməti deyirsə artıq eləyəcək neçə? Bu da yüzlüklərdədir. 900D variantı. Sonra baxaq, deyir, 2 rəqəmli ədədin onluqlar mərtəbəsində duran rəqəm təklik mərtəbəsində duran rəqəmdən 6 dəfə böyükdür. Bu bizim 2 rəqəmli ədədimiz AB. Deyir ki, burada onluq mərtəbəsində duran rəqəm təklik mərtəbəsində duran rəqəmdən 6 dəfə böyükdür. Bura x-dırsa, deyək ki, bura x-dır, bura isə 6x-dır, düzdür? Yəni biz x-imizə 1 versək, burada yerinə qoysaq eləyəcək 6. Çünki 2 versək, 2 dəfə böyük artıq 3 rəqəmliyə keçir. Deməli bizim ədədimiz neçə imiş? 61-miş. Və bu ədədin rəqəmlərinin yerini dəyişdiyimiz zaman
ədəd neçə vahid azalar? Deməli, dəyişəndə də 16 eləyər. 61-dən də 16 çıxsaq neçə qalar? 45 eləyər. Cavabımız eləyər D variantı. Sonra 57-də də deyir, ədədində yüzlüklər mərtəbəsinin mərtəbəli vahidlərinin sayı, təklik, onluq, yüzlük. Yüzlüklər mərtəbəsinə dayanan rəqəmimiz hansıdır? 8. Cavabımız eləyəcək B variantı. B variantı. Sonra minliklər sinifinin rəqəmlərinin cəmi. Minliklər sinifinin rəqəmləri. Deməli, baxaq. Bu 3 dənə təkliklər sinifidir. Bu minliklər sinifidir. Yəni 8, 9, 6. Bu da eləyər 23. Cavab D variantı. Deyir, 5 rəqəmli ədədin minlik mərtəbə vahidinin sayını 1 vahid artırıb, minliyi 1 vahid artırıb. Olub 1000. Onluq və təklik mərtəbə vahidlərinin sayını 2 vahid azaltdıq. Onluq və təklik deyirsə, yəni 22 oldu. Ədəd necə dəyişər? 1000-dən 22 çıxarıq. Eləyər 978 vahid nə qədər artmış olar? Eyni tip suallarımızdır. Baxaq. Deməli, yüzlüklər mərtəbəsi və 63-dür, 64-dür, 65-dir. Eyni tip sualdır. Yenə 65 deyir ki, baxın, sonra 66 da 67 də. Sadəcə 66 və 67 də 10 belə və yaxud da ki 4 belə ədədin cəmini soruşur bizdən. Deyək ki, yüzlük mərtəbəsinin vahidinin sayı 2 vahid artırdıqda eləyər 200, düzdür. Onluq və təklik mərtəbə vahidlərinin sayını 2 vahid azaltdılar. Çıxarıq 22. Bu neçə eləyər? 178 və 10 belə ədədin cəmi deyirsə, ona vurarıq, eləyər 1780. Sonra baxaq. 69 tip sualdan bir dənə də var olmalıydı. Haradasa gözümə dəydi. Deyəsən o biri səhifələrdədir. Deyir ki, A ədədi ilə B ədədini toplasaq, deməli, A ədədi ilə B ədədini toplasaq, B ədədinin minliklər və onluqlar mərtəbəsi 7 vahid artar. Minliklər və onluqlar 7 vahid artsa, eləyəcək 7070. Deməli, biz normal, çünki ya 10 götürürük, ya 100 götürürük. Ədəd həmişə 10 götürürük də, yəni. 7 vahid artıbsa, eləyəcək 7070. Yüzlük və təklik isə deyir, 4 vahid azalır. Yüzlük və təklik 4 vahid azalırsa, deməli, nə qədər azalmış olacaq? 404. Çıxarıq 404. Bizdən nə soruşur? Bu şərtdə A ədədinin rəqəmləri cəmi bu neçə eləyər? 6, 6, 6, 6, 6666 və bunun rəqəmlərinin cəmi neçə eləyər? 24. Sonra baxaq 71-ci sualımıza. Deməli, rəqəm 3 vahid artırdılar. Bu da 71 də digər suallar kimi idi. Deməli, sonra 71-i də baxaq da, 3 vahid artırdı da, bax, minlik və yüzlük, düzdür. Elədi nə? 3300. Və sənə deyir ki, onluq rəqəmdəki rəqəm 4 vahid azaldı, yəni 40 çıxarsan, eləyər 3260, düzdür. Və bizdən nə soruşur? Alınan yeni ədəd nə qədər azaltmaq lazımdır ki, əvvəlki ədəd alınsın, elə nə qədər azaldarsan, eyni qədər. 3260 qədər. Deməli, sonra baxaq. 72 fərqlidir. Biz bilirik ki, bunun açılışı necədir? Təklik, onluq, yüzlük, minlik, düzdür. Biz ona görə də nə yazacağıq? Əziz müəllimlər, bəzən mən ola bilər ki, ifadəmdə, çünki çox vaxt şagirdlərə səsləndiyimə görə biraz siz yox, sən deyə müraciət edə bilərəm. Üzürlü sayın. Deməli, yazarıq 1000, biraz balacalaşdıraq, 1000A üstə gəl,
gəlsin 100B üstə gəlsin 10C üstə gəlsin D. Baxaq görək elə cavab. Aha, A variantı. 73 isə deyir, milyonlar sinfi rəqəmlərin cəmi təklər sinfi rəqəmlərinin cəmindən neçə vahid çoxdur? Deməli, bu təkliklər. Bu olsun minliklər, bu da olsun milyonluqlar. Bizdən deyir ki, milyonlar sinfi rəqəmlərinin cəmi milyonluqların eləyəcək 4. Təklər sinfi rəqəmlərin cəmindən təkliklər sinfinin milyonluq deyir, üzr istəyirəm. Mən minliklər dedim. 23-dür, düzdür bunlar cəmi. Bununla cəmi 18 eləyər. 18 çıxsaq eləyər 5. Cavab C variantı. Sonra deməli 75. 75-ə baxaq. Çünki 74 də eyni tipdir. 75-ə baxaq. Deyir 2 ədədin fərqi 80-dir. Yəni A çıxılsın B bərabərdir 80. Sonra A-dan B-ni çıxanda bizə nəyi verib? 80. Deyir azalan yüzlüyünü 4 vahid artırıb çıxılan onluğunu 4 vahid azaltsaq. Deməli, onda bizə olur A bərabərdir 80 üstə gəlsin nə B? A-mız bizdə budur. A bərabərdir 80 üstə gəl B. Bizə sonra deyir ki, azalan çıxılandan 27 vahid böyük olacaq. Aha, deməli, bundan deyir 4 vahid artırıb yüzlüyünü, yəni üzərinə 4 gələrik. Çıxılan 40-da çıxarıq. Yəni, olacaq bizim misalımız belə. A üstə gəlsin 400 bərabərdir. 27 dəfə böyük deyirsə 27 vurulsun. Nə idi? B çıxılsın 40 deyir. Axı 40 vahid, 4 vahid deyirsə 40. B çıxılsın 40. Deməli, biz bunu yazandan sonra A-mızı axı dedik bizə 80 üstə gəl B-dir. A-nın yerinə də gətirərik biz burada. 80 üstə gəlsin B. Üstə gəlsin 400 bərabərdir. Vurub atsaq eləyər 27B. Çıxılsın. Bunu vursaq neçə eləyər? 8. 1080 düzdür. 1080 eləyər. 1080. Aha. İndi B-ləri bir yerə keçircək, A-ları bir yerə keçircək. Deməli 27-də B-dən B çıxsaq eləyər 26 B. Biraz bunu tündləşdirək. Deməli 26 B bərabərdir. 26 B-miz bərabərdir. 1080 də üstünə 480 gəlsə eləyər 1560. 1500 B də bərabərdir. 1560-ı da 26-ya bölsək. Baxaq sonu 0-la bitirsə. Deməli 560 26-ya bölsə. 60 düşər elə. Çünki 156-nı 26-ya bölündə 6 düşür. Cavab eləyər 60. Rəqəmlər cəmində soruşduğuna görə 6 ilə 0-ı toplasaq eləyər 6. Cavab C variantı. Sonra deməli gəldik. 76-da eyni tipdir. 77-də eyni tipdir. Baxaq son 3 sualımız deyəsən fərqlidir. Baxaq 78. Bütün deyir 2 rəqəmli ədədlərin hər birinin təklik mərtəbə vahidlərinin sayını 3 vahid artırsaq. Deməli neçə dənə 2 rəqəmli ədədimiz var? Ən son 2 rəqəmli ədədimiz ən son 2 rəqəmi 99-dur, düzdür. Və 9-u çıxarıq. 9 dənə tək rəqəmlidir. Yerdə qaldı 90. Və hər birini 3 vahiddə artırsaq, 90-ı da 3-ə vursaq eləyər 270. Sonra 79-cu sual. Deyir, bütün 3 rəqəmli ədədlərin hər birinin onluq mərtəbə vahidlərinin sayını 2 vahid azaltsaq. Neçə dənə 3 rəqəmli ədədimiz var? Deməli, 999-dan 99 çıxsaq qalır 900. 900-ü də elə 2-yə vurarıq. 2 vahid artır, cavab eləyər 1800. Daha doğrusu, biz bircə dəqiqə
Cavab var da 1800, bəli, A variantı. Elə bildim cavab yoxdur. Dedim bəlkə şərti səhv oxumuşam. Bir də baxın, bütün 3 rəqəmli ədədlərin hər birinin onluq mərtəbə vahidlərinin sayını 2 vahid artırsaq. Deməli, 3 rəqəmli ədədlərin neçədir 3 rəqəmli ədəd? 999, düzdür. Hər bir onluq mərtəbə vahidlərinin sayını 2 vahid artırsaq. Deməli, iki vahid ədədlərin cəmi neçə vahid artmış olar? Ədədlərin cəmi 9900. Bizdən axı 3 rəqəmli deyir. Deməli, 3 rəqəmli deyirsə 999. Bundan 99 çıxsa qalır 900, düzdür. 900-ü də 2-yə vursaq və artsa olacaq 1800. Niyə? Cavab eləyər 900 2-yə vursaq cavabımız eləyər 1800, A variantı. Bircə dəqiqə, hər birinin onluq mərtəbə vahidlərinin sayını. Onluq mərtəbə vahidlərinin sayını. Aha. Onluq mərtəbələri artsaq, bir onluq daha artacaq. Onda 1 0 artar. Cavab eləyər 18000. Deməli, axı cavab 1800 eləyər. Əgər bu suala bir daha baxacağım. Əgər səhvlik varsa və yaxud da mən səhv eləyirəmsə, videonun altına qeyd edərəm. Sonra 80-ci sualımız deyir, 57 ilə 147 arasında yerləşən cüt natural ədədlərin hər birini 3 vahid artırsaq. Deməli, 57 ilə 47-nin arasında yerləşənlər 47-dən, daha doğrusu 56 ilə 147-dən 56 çıxarıq. Neçə qalacaq? Deməli, 147 çıxılsın 56. Bu elədi neçə? 9. Daha doğrusu 9 niyə? 1. Bu deyil, 91. Aha. 1 də çıxarıq. 1-i də çıxarıq. Çünki 147-nin sayılmır bunların arasında. Bu da elədi 90. Düzdür. 90 dənə ədəddir. Bu 90 dənə ədədin ümumiyyətlə arada yerləşənlərin yarısı tək olur, yarısı cüt. 90 isə bunun 45-i cütdür və 3 vahid də artırsaq deyirsə, 45-i də 3-ə vursaq eləyər 135. Cavabımız eləyər E variantı. Deməli, əziz müəllimlər, bugünlük bu qədər. Növbəti çalışacağım həftə ərzində ən az 3-4 video paylaşım və növbəti videomuz olacaq yuvarlaqlaşdırma. Deməli, növbəti video izahda görüşənə qədər başa düşmədiyiniz və sizə qəliniz gələn hər hansı bir test olarsa, zəhmət olmasa videonun altına qeyd edə bilərsiniz.